Yaxın günlərdə Rusiya Azərbaycan üzərindən Ermənistana məhsul tədarük edəcək. Həmin məhsul şəkərdən ibarət olacaq. Təxmini 1000 ton şəkər Azərbaycan, Gürcüstan vasitəsilə Ermənistana ixrac olunacaq. Bilirsiniz ki, Azərbaycan təkcə neft və neft məhsullarını Ermənistana ixrac etməklə kifayətlənmir, həm də burada tranzit rolunu oynayır və buradan da əlavə dividend əldə edir. Beləliklə, Azərbaycan həm də tranzit imkanları getdikcə genişlənir. Hələ ötən ilin noyabrında həm Rusiyadan, həm də Qazaxıstandan Ermənistana taxıl tədarük edilmişdi Azərbaycan üzərindən. Növbəti dəfə isə Rusiya şəkər göndərir. Hətta Rusiya məhsul tədarük etməklə kifayətlənmir. Yəni, tək şəkərdən, taxıldan ibarət deyil bunun tədarükü. Əvvəlcə dediyim kimi taxıl, indi şəkər və gələcəkdə həm də gübrə tədarük etmək, ixrac etmək istəyir Azərbaycan üzərindən Ermənistana. Eyni zamanda da həm də Ermənistandan məhsul ixal etmək fikrindədir Rusiya və burada bütün bu proseslər, daşımalar Azərbaycan üzərindən həyata keçiriləcək. Beləliklə, Azərbaycanın tranzit imkanları genişlənəcək getdikcə. Yaxın günlərdə isə dediyim kimi də şəkər ixrac olunacaq Rusiyadan Ermənistana. Beləliklə, Azərbaycanın həm tranzit ölkə olaraq rolu böyüyür, getdikcə genişlənir və buradan əlavə dediyim kimi dividend əldə olunur.